Əslində mən siz deyirsiniz indi bu parametrlər, mən belə bunu deyim ki, algılayıram ki, bir çox insan gecə yatanda, özünlə tək qalanda ki, əslində insanlar özlərinə tək qalmağı seçmirlər, bu da bir problemdir. O düşünür ki, sanki mən tamamlanmamışam, nədənsə narahatam, nəsə düz getmir, nəsə yolunda deyil. Əslində bunların açarı bu parametrlərdədir ki, hansısa biri səndə yoxdur, ya tamamlanmamısan onu. Ona görə də bu halları sən yaşayırsan əslində. Mütləq belə davam edir. Yəni ki, bütün bu parametrlər birləşir, xoşbəxt bir insanı yarada bilər və ya bədbəxt bir insanı da yarada bilər. Yəni bədbəxtliyin özü də müəyyən parametrlərin bir araya gəlməsidir. Hansıdır? Öz sevgisizlik, dəyərsizlik, şükranı unutmaq, yaradandan uzaqlaşmaq, təslimiyyətli olmaq. Bunların hamısı birləşəndə təbii ki, bədbəxtliyi doğuracaq. Yəni ona görə həyatda böyük uğurlu şirkətlər var da, Microsoft, Google, Apple kimi. Bunlar bir çox parametrləri özündə birləşdirib. Eyni bu stressdən qurtulmaq da buna aiddir. Misal, buna aid bir nümunə çəkək. Özünü sevməməklə bağlı. İnsan həyatındakı bütün münasibətlərin kökü özünə olan münasibətdir. Kim özünü sevmişsə, başqasının sevgisini də qəbul edə bilmir. İnanmır ki, sən məni sevə bilirsən. Bəli, özünü sevmirəm, bu deyir, mən bunu sevəmirəm, bu nətər məni sevə bilir? Özünü sevməmək daxildəki qaynağı kəsmək kimidir. Su axmır, enerji axmır, həyat donub. Özünü sevməmək budur. Özünü sevmək isə egoizm deyil. İnsanlar deyir ki, özünü sevsə egoist olacaq. Yox. Bu, öz varlığını qəbul etmək və səhvləri ilə, zəiflikləri ilə, yaraları ilə bir və bütün olaraq mən varam və dəyərliyəm deməkdir. Yəni, təməl olaraq bir çox nüans vardır ki, biz o parametrləri birləşdirməliyik. Məsələn, insanlarla münasibətə aid bir yazdım öz əl yazımı. Bunu sizə oxuyun. Dinləyicilər üçün də maraqlı olar. Bizə maraqlıdır. Əvvəllər düşünürdüm ki, insanlarla gözəl münasibət var gücünlə qoruyub saxlamalısan. İndi isə özümü qorumalı olduğumu anladım. Gözlərimə gülümsəyib, arxamca nifrət edən 200-lü insanlardansa, qoy ən yaxşısı yanımda bir insan olsun, amma doğru insan olsun, düşündüm. Necə deyərlər, qürurlu təklikdə olmaq, kimlə necə gəldi olmaqdan yaxşıdır. Çox gözəl. Və araşdırmalar aparmağa başladım. Seanslarda, ətrafımdakı insanların üzərində hər şey eyni nöqtəyə çıxardı. Bütün ağıllı və yaxşı qəlbli adamların ortaq problemi var idi. İnsanın da beynində bir sual yaranırdı. Niyə yaxşı insanlar tək qalır? Fikir vermisiniz? Hər zaman elə olur. Çünki yaxşı insanlar ətrafda hər kəsə kömək etməyə öyrəşiblər. Uşaqlıqdan bu fədakarlıq vərdiş vardı onda. Hamıya yaxşılıq eləyim, hamıya iyi niyyətlə yanaşım, belə düşünürlər. Onların dostları və yaxınları əmindilər ki, əgər bir şey olsa, məhz bu insan mütləq dəstək olacaq. Aytən xanım əgər yaxşıdır və ancaq fədakarlıq eləyirsə, ətrafındakı adamlar fikirləşir ki, Aytən onsuz da kömək eləyəcəkdir. Onlar da problem yaratmaqla məşğuldurlar. Və belə alışıblar artıq. Sənin köməkçi, səni bir qəhrəman funksiyasına qoyublar. Doğru. Amma heç kim bu adamın daxilində nələr baş verir düşünmür. Onun dəstəyə ehtiyacı varmı? Yaşamaq üçün gücü varmı? Ən ağırlısı da odur ki, ən pisi budur. Heç kim onun problemləri ilə heç kimin onun problemi ilə maraqlanmadığını anlayır. Aytən fərqindədir ki, ətrafındakı heç kim ondan soruşmur bu şeyləri. Bunun fərqindədir. Ona görə də o heç vaxt kömək istəməyəcək insanlardan. O ətrafında heç kim olmadığı üçün tək qalmayıb. Yanında həqiqətən qayğı göstərəcək kimsə olmadığını anladığı üçün tək qalıb. Çox maraqlıdır. Murad bəy, mən özüm belə idim. Ya o qədər ağırdır ki, kitabın gedişatı insanı tutur aparır. Məsələn, insanlarla münasibətdə ən çox unudulan həqiqət, münasibətlər yalnız söz və davranışlardan ibarət deyil, onlar həm də enerji mübadiləsidir. Hər insan səndən bir energetik ötürürsən, ruh parçacıqları demişdimi? Bəli. Ötürmə baş verir. Hər bir insanın ruhu, zehni və bədəni qarşısındakı insanla görünməz tellərlə birləşir. Bax, şu an bizim ruhumuz görünməz bir hörümçək toru kimi birləşib. Bəzən bir insanla 5 dəqiqəlik söhbətdən sonra özünü yorğun, sıxılmış və halsız hiss edirsən. Bəzənsə sadəcə yanında durmaq belə sənə sakitlik verir. Bu fərqi yaradan məhz enerjidir. Ona görə insanlarla münasibət də
3 parametrdir. Ruh, zehin, bədən.